Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizlərlə Allahın bizə bəxş etdiyi maraqlı və faydalı bitkilərdən biri olan xartutun faydaları və zərərləri haqqında danışacağam. Xartut həm qədimdən xalq təbabətində istifadə olunmuş, həm də müasir dövrdə sağlam qidalanmada öz yerini qoruyub saxlayıb. Ona görə də gəlin birlikdə xartutun insan orqanizminə təsirlərini daha yaxından öyrənək. Odur ki, videonu axıra qədər izləməyi, bəyənməyi və kanala abunə olmağı unutmayın. İlk öncə onu demək istərdim ki, xartut vitamin və minerallarla olduqca zəngindir. Onun tərkibində C vitamini, A vitamini, dəmir, kalsium və müxtəlif antioksidant maddələr mövcuddur. Bu maddələr orqanizmin immun sistemini gücləndirməyə kömək edir. Xüsusilə mövsüm dəyişiləndə soyuq dəymə və qrip kimi xəstəliklərdən qorunmaq üçün xartut çox faydalıdır. Xartutun digər mühüm faydalarından biri qan dövranını yaxşılaşdırmasıdır. Onun tərkibində olan maddələr qanı təmizləyir və damarların elastikliyini artırır. Bu isə ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edir. Həmçinin qan azlığından əziyyət çəkən insanlar üçün də xartut olduqca faydalıdır. Bundan əlavə xartut həzm sisteminə də müsbət təsir göstərir. O, bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır və mədə-bağırsaq problemlərini azaltmağa kömək edir. Xüsusilə təbii liflə zəngin olduğu üçün həzmi asanlaşdırır və orqanizmin təmizlənməsinə dəstək olur. Xartutun sinir sisteminə təsiri də diqqətə layiqdir. O, stresi azaltmağa, sinirləri sakitləşdirməyə və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Eyni zamanda xartut dərinin sağlamlığı üçün də faydalıdır. Onun tərkibində olan antioksidantlar dərinin qocalmasını gecikdirir, onu daha parlaq və sağlam göstərir. Müntəzəm istifadə zamanı dəri problemlərinin azalmasına da kömək edə bilər. Lakin hər bir faydalı bitkidə olduğu kimi, xartutun da bəzi zərərləri və diqqət edilməli məqamları var. İlk növbədə qeyd etmək lazımdır ki, xartutun həddindən artıq istifadəsi mədə narahatlığına səbəb ola bilər. Bu, xüsusilə həssas mədəsi olan insanlarda özünü daha çox göstərir. Bəzi insanlarda xartuta qarşı allergik reaksiyalar da müşahidə oluna bilər. Əgər istifadə etdikdən sonra qaşınma, səpgilər və ya digər narahatlıq yaranarsa, dərhal istifadəsi dayandırılmalıdır. Həmçinin şəkər xəstəliyi olan insanlar da diqqətli olmalıdırlar. Çünki bəzi hallarda onun tərkibindəki təbii şəkərlər qanda şəkərin səviyyəsinə təsir göstərə bilər. Bu səbəbdən belə insanlar həkim məsləhəti ilə istifadə etməlidirlər. Digər tərəfdən hamilə və süd verən qadınların da xartutu istifadə etməzdən əvvəl mütəxəssisə müraciət etməsi tövsiyə olunur. Nəticə olaraq deyə bilərik ki, xartut düzgün və ölçülü şəkildə istifadə edildikdə insan sağlamlığı üçün olduqca faydalıdır. Lakin onun zərərlərini də nəzərə almaq və həddindən artıq istifadədən çəkinmək vacibdir. Əziz dinləyicilər, əgər bu cür faydalı məlumatların davamını istəyirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.